Ermənistanın radikal müxalifətinin liderləri Robert Köçəryan, Serj Sarkisyan, Samvel Karapetyan və Qaqiq Sarukyan Rusiyadan idarə olunur. Telegraf xəbər verir ki, bunu Ermənistanın Respublika uğrunda partiyasının sədri Arman Babacanyan deyib. Bütün həyatları boyu vassal, yaltaq və adam yeyən olan bu radikalların fikir müəllifi dövlətimizi zəbt etməyə çalışan Putindir. Rusiya üçün Ermənistan sadəcə piyadadır. Buna görə Samvel Karapetyanı irəli sürüblər. Ermənistan təhlükə qarşısındadır, o bildirib. Babacanyanın sözlərinə görə erməni xalqı iyunun 7-sində keçiriləcək parlament seçkilərində Rusiya və radikallara vassal olmaq istəmədiyini göstərməlidir. Onları əzmək iyunun 7-sində Putinə dərs vermək lazımdır. Siyasətçi əlavə edib ki, Qaqiq Sarukyan oğlunu Belarusda gizlədir. Cinayətkarın oğlu törətdiyi qətillərlə tanınan Niviriki Belarusda gizlədilir. Öz keyfiyyətsiz konyaklarını da aparıb orada satır. Babacanyan əlavə edib ki, Sarukyan, Köçəryan və Daşnak Sütun liderləri cinayətkar əməllərə görə həbs edilməlidir. Vətəndaşların özləri də etiraf edirlər ki, rüşvətlə Sarukyana səs veriblər, amma buna baxmayaraq hələ də azadlıqdadır. Sarukyan, Daşnak Sütun, Sarkisyan və Köçəryan qanlı 1 mart hadisələrinə görə də birbaşa məsuliyyət daşıyırlar.